Desəm ki, bu müasir $5 dəyərindən çox baha qiymətə satılıb, hər halda mənə inanmazsınız. Amma maraqlı seriya nömrəsinin olmasına görə 2006-cı ilin bu əskinazı Amerikanın Heritage həracında yanvar ayında $94, cari məzənnə ilə 159 manata satılıb. Seriya nömrəsi 2 rəqəmi ilə başlayır, 1 ilə qurtarır. Arada qalan bütün rəqəmlər isə sıfırlardır. Bunu bahalaşdıran digər amil onun dövriyyədə olmamış 64 dərəcəsində sertifikatlaşdırılmasıdır. Bu $5 isə yanvarın 27-sində ağlasığmaz qiymətə satılıb. 1950-ci ilin bu $5-nın üz hissəsinə baxanda heç bir normadan sapma gözə dəymir və hər şey qaydasındadır. Amma arxa üzünü çevirəndə çap xətası dərhal gözə sataşır. Belə çap xətası offset printing error adlanır. Çapın birinci mərhələsində əskinaz vərəqlərinin arxa, ikinci mərhələsində üz, üçüncü mərhələsində isə seriya və möhürləri nəşr olunur. Birinci mərhələdən sonra vərəqlərin mürəkkəblərinin qurumasına görə müəyyən vaxt gedir. Amma indiki halda vərəqlərdən biri tam qurumadığından üz hissənin, dizaynın bəzi elementləri bu əskinazın arxa hissəsinə hopub və beləcə Lincolnin əks təsviri ərsəyə gəlib. Amma arada simmetrik bir maneə, kağız və ya qat olub deyə bu hissələr toxunulmaz qalıb. Bu nadir $5 Heritage həracında $793 bizim pulla 1348 manata satılıb. Videomu bəyənməyi unutmayın.